Çox hörmətli xanımlar və cənablar, əziz musiqi sevərlər. Musiqinin sehrinə toplaşdığımız bu əlamətdar tədbirdə hər birinizi ürəkdən salamlayırıq. Bugün gənc musiqiçilər sırasında daşıdığı adı layiqi ilə təmsil edən Azərbaycan Milli Konservatoriyasının məzunu və eyni zamanda disertantı, 24 nömrəli 11 illik musiqi məktəbinin müəllimi, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Nəsibə Cəfərovanın Cənginin Sədaları adlı konsertinin işığına toplaşmışıq. Qeyd edək ki, bugünkü tarix səbəbkarlar üçün çox əlamətdar bir gündür. Zira bugün hüzurunuza çıxış edəcək, sənətdə hələ ilkin, lakin bir o qədər də uğurlu addımlarını atan bu gəncləri bu ali səhnəyə gətirən yol şərəfli olduğu qədər də həmçinin məsuliyyətlidir. Bu məsuliyyəti öz çiyinlərində daşıyan orkestrın bədii rəhbəri və dirijoru Nəsibə Cəfərovanın əməyi isə əlbəttə ki, danılmazdır. İstərdim hamılıqla bu yolun tarixçəsinə qısaca nəzər salaq. Çünki bugünkü uğurun və qarşınızda zəngin repertuarla çıxış edəcək cəsarətin ilkin addımları hələ Nəsibə xanımın tələbəlik illərində atılmışdı. Azərbaycan Milli Konservatoriyasının səhnəsində öz təşəbbüsü ilə gənc sənət yoldaşlarının ətrafına toplayaraq orkestr yaradan və öz işləməsi olan ona yaxın əsərlə konsert proqramı hazırlayan gənc xanım, öz müəllimi, xalq artisti Ağaverdi Paşayevin dəstəyi ilə düz 13 il bundan əvvəl bugünkü uğurun zəminini hazırlayırdı. 2022-ci ildən etibarən isə bu təşəbbüsünü 24 nömrəli 11 illik musiqi məktəbində davam etdirərək yeniyetmələrdən ibarət xalq çalğı ansamblinə rəhbərlik edir. Daha sonra ansamblın tərkibi daha da zənginləşdirilir və parlaq gənclərin yoluna işıq olur. Hazırda isə qarşınızda qürurla əyləşən Cəngi orkestri yaranır. Orkestr yarandığı ilk gündən etibarən bir çox nailiyyətləri imza atmış, müxtəlif müsabiqələrdə birincilik qazanaraq məktəbə və ümumilikdə Azərbaycan musiqisinə böyük uğurlar gətirmişdi. Bu uğurları sadalamaq üçün hazırda güman ki zaman kifayətsizdir, lakin bir neçə xüsusi məqamı diqqətinizə çatdırmaq istərdim. Cəngi orkestri 2025-ci il ərzində Kaspi Arts'ın təşkilatçılığı ilə Türkiyədə keçirilən Art Planet beynəlxalq müsabiqəsində, İsveçrədə keçirilən Konsonans beynəlxalq müsabiqəsində və Türkiyədə keçirilən Art Planet 22-ci beynəlxalq incəsənət müsabiqəsində və nəhayət 2026-cı ilin yanvar ayında Ümid 2026 beynəlxalq incəsənət müsabiqəsində uğurlu çıxışına görə birinci yerə layiq görülmüşdür. Orkestr yarandığı gündən etibarən ölkənin ən prestijli və nüfuzlu konsert zallarında bir sıra uğurlu çıxışlar imza atmışdır. Üzeyir Hacıbəylinin Ev Muzeyində dahi bəstəkarın 140 illiyinə həsr olunan solo konsert, Rəşid Beypudov adına Mahnı Teatrında 24 nömrəli 11 illik musiqi məktəbinin hesabat konserti və Mədəniyyət Nazirliyinin Ümidvar İnklüziv Yaradıcılıq Birliyinin dəstəyi ilə Əngəlləri Aşan Fəndlilər adlı konsert, Bakı Expo mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab sərgisinin açılış konserti bunlara sadəcə bir neçə misaldır. Bu silsiləvi uğurların ən əlamətdar məqamı və məncə kulminasiyası isə 24-26 mart 2025-ci il tarixində Özbəkistanda keçirilən Navruz Sədaları adlı beynəlxalq konkursda Cəngi orkestrinin qazandığı nailiyyətdir ki, bu uğura görə orkestr mükafata layiq görülmüş və Münsiflər Heyətinin xüsusi istəyi ilə qala gecəsində iştirak edərək yenidən səhnə almışdır. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizi bu festivalda ilk dəfə idi ki, Azərbaycanlı şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri təmsil edirdi. Bütün bu nailiyyətlərin işığında bugün Cəngi orkestri məhz bu öz rəhbərlərinin təhsil aldığı ocağa təşrif buyurub və qarşınızda çıxış etmək üçün cəsarət tapıblar. Əlbəttə, bugün ən böyük sözü musiqi deyəcək. Lakin əvvəla Nəsibə xanımın sənət yolunda ilk gündən bugünə qədər öz dəstəyini əsirgəməyən hər birimizin əzizi, Azərbaycan Milli Konservatoriyasının prorektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə xanım Hüseynovanı səhnəyə dəvət edirik. Əziz tələbələr, əziz həmkarlar, əziz qonaqlarımız, hamınız xoş gəlmişsiniz. Mən çox böyük məmnuniyyətlə bizim bu şagirdlərimizi də salamlayıram və ümid edirəm ki, bugün həqiqətən də yadda qalan bir konsert proqramı təqdim olunacaq. Bilirsiniz, biz məzunlarımızın uğurlarını hər zaman sevinirik. Və o məzunlar ki, daim konservatoriyanın adını yüksək tuturlar, daim yaradıcı ideyaları ilə ortaya gəlirlər və həvəslə musiqiçi adını yüksəkdə tuturlar. Bizim qapılarımız hər zaman onlar üçün açıqdır.
Çünki bizim işimizin də adı Milli Konservatoriyanın əsas məramı bizim ənənələri qorumaq, milli musiqimizin gələcəyini təmin etmək və bu gəncləri yeni yola meyləndirməkdir. Və Nəsibə xanımın bu gün artıq tərcümə halı oxundu, siz tanış oldunuz. Həqiqətən də Nəsibə hələ tələbə ikən, yəni burada oxuyarkən öz xəyallığı ilə seçilirdi və öz sənətinə olan vurğunluğu ilə seçilirdi. Sənətə vurğun olmayan şəxs, öz peşəsini sevməyən, çətin ki bir nailiyyət qazana bilər və bu yola qədəm qoyan insan bilməlidir ki, o maneələrlə də rastlaşacaq, o müxtəlif çətinliklərlə üzləşəcək. Lakin buna baxmayaraq o yolu gedəcək və öz məqsədinə çatacaq. Orkestr, ümumiyyətlə, kollektiv rəhbəri olmaq çox çətindir, bunu hamı bilir. Yəni, musiqiçi olmaq azdır, hərçənd kollektiv rəhbərinin, dirijorun çox yüksək savadı olmalıdır. Yəni, o musiqiçiyə xas olan bütün cəhətləri özündə birləşdirməlidir. O həm ifaçı olmalıdır, həm nəzəriyyətçi olmalıdır, həm tarixçi olmalıdır, həm də lider keyfiyyətlərinə malik olmalıdır. Və mənə elə gəlir, müəyyən qədər artıq biz Nəsibədə bütün bu cəhətləri görürük. O, deməli, bax, bu orkestri yaratmaqla öz işinə, peşəsinə olan münasibətini və aldığı tədrisin keyfiyyətini göstərir. O, böyük müvəffəqiyyətlə artıq xarici ölkədə də çıxış edib, Özbəkistana da gedib və mən ancaq xoş sözlər eşitmişəm Özbək bizim həmkarlarımızdan və mənə elə gəlir, onlar elə hər dəfə onu yəqin ki, bu festivallara dəvət edəcəklər. Çünki məktəbdə, yəni kiçik yaşlı ansambl üzvlərindən ibarət orkestrlər o qədər çox deyil. Yəni, illərlə bu festival, məsələ, Özbəkistanda davam edirdi, amma çox təəssüf ki, Azərbaycandan oraya heç kəs getməmişdi. Bax, bu şərəf, deməli, bizim Nəsibə xanıma, Nəsibə Cəfərovaya müəssər oldu, gördü, bu da bir qismət imiş. Və mən inanıram ki, Nəsibə nəinki məktəbdə, bəlkə də bundan da gələcəkdə daha yüksək, deməli, kollektivlərə rəhbərlik edəcək və öz nailiyyətlərini artıracaq. İndi çox danışmaq lazım deyil, əsas bizim böyük məqsədimiz bu konsertə qulaq asmaqdır. Deyəsə, balaca bizim iştirakçımız nəsə özüm hiss elədi. Problem yarandı. İnşallah, özüm hiss eləyir, yəqin bura istedi biraz açmaq lazımdır. Pəncərələri hava gəlsin. İnşallah. Belə məqamlarda olur. Yəni, həqiqətən də kollektivi rəhbərlik etmək çətindir. Çünki hər birinin gərək qeydinə qalasan və problemlərini çözəsən. Uğurlar arzu edirəm Nəsibə xanıma. Məktəbə təşəkkür edirəm ki, siz onu dəstəkləyirsiniz, ona daim, deməli, onun təşəbbüslərinə yardımcı olursunuz, əlinizdən gələni edirsiniz. İnşallah, bugündən sonra da sizin bu kollektiviniz daha yüksək səhnələrdə özünü göstərəcək. Təşəkkür edirəm. Çox sağ olun, Lələ xanım. Elə bu məqamda sözü 24 nömrəli 11 illik musiqi məktəbinin direktoru Sabir Rızayevə veririk. Hörmətli qonaqlar, əziz müəllimlər, şagirdlər, mən sizin hər birinizi salamlayıram. Xoş gəlmişsiniz, dəyərli vaxtınıza ayırıb gəlmişsiniz. Bugün məktəbimizin müəllimi Nəsibə Cəfərovanın sinif konsertini izləyəcəyik. Məktəbimizdə xalq sağlıqları orkestrini yaratmaqda məqsədimiz kollektiv ifa mədəniyyətini formalaşdırmaq edir. Çünki kollektivlər məktəbinin simasıdır və məktəbdə müəllim şagirdlərin birgə fəaliyyəti nəticəsində yaradıcı və sağlam bir mühit formalaşdırır. Məhz Nəsibə müəllimənin fəaliyyətini mən yüksək qiymətləndirirəm, çünki bu xalq sağlıqları orkestri çox qısa bir zamanda yaranıbdır. Məktəbimizdə 2 orkestr yaratdıq, biri kamera orkestri, biri xalq sağlıqları orkestri. Qısa müddətdə yaranmasına baxmayaraq, onlar artıq beynəlxalq müsabiqələr laureatıdırlar, yüksək nəticələr göstərirlər. Bu, Nəsibə müəllimənin bir pedaqoq olaraq öz istedadını şagirdlərə ötürə bilməsinin nəticəsidir və
bu nəticələr onun istedadını və pedaqoq olaraq fəaliyyətini göstərir. Mən bugün burada Milli Konservatoriyada Ali Təhsil Ocağında şagirdlərin ifası onların həyatında çox önəmli təsirə malikdir. Onlar üçün bir motivasiyadır. İnanıram ki, bugün 24 nömrəli 11-lik musiqi məktəbinin şagirdləri olaraq burada çıxış edən şagirdlərin böyük bir qismi yaxın gələcəkdə, məsələn, bu Ali Təhsil Ocağının Milli Konservatoriyanın tələbələri olaraq bu səhnədə çıxış edəcəklər. Bizə və bu şagirdlərə bu şəraiti yaratdıqları üçün mən konservatoriyanın rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Konservatoriyanın rektoru Kamil xanımı, prorektor Layla xanım sizə çox dərin təşəkkürümü bildirirəm ki, bizə bu şəraiti, bu uşaqların şəraiti yaratdınız. Çox vaxtınızı almaq istəmirəm. Nəsibə müəllimliyə və şagirdlərimizə, müəllimlərimizə uğurlar arzu edirəm. İnşallah bu tədbirdən hər birimiz xoş təəssüratlarla ayrılarıq. Çox sağ olun. Yeri gəlmişkən qeyd edək ki, bugünkü repertuarın böyük bir qismi klasik Azərbaycan bəstəkarlarının şedevr əsərlərindən ibarətdir və çox böyük həssaslıqla seçilib. Repertuardakı musiqi nömrələrinin orkestr işləmələrinin böyük bir qismi Nəsibə xanımın özünə, bir qismi də müəllimi, xalq artisti professor Ağaverdi Paşayevə məxsusdur. Bu məqamda burada biz həmçinin nəsillərin qarşılıqlı dialoqunu da müşahidə etmək imkanı əldə edəcəyik. Ümidvaram ki, hazırlanan konsert proqramı ilə yaxın bir saat ərzində sizləri maddi dünyadan ayıraraq mənəvi zövq bəxş edə bilərik. Və bu məqamda alqışlarınızla Cəngi Orkestrinin bədii rəhbəri və dirijoru, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nəsibə Cəfərovanı səhnəyə dəvət edirik. Cənginin Sədaları adlı konsert proqramına Dahi Üzeyir bəyin cəngisi ilə başlayacağıq. Beləliklə, ifa edir 24 nömrəli 11-lik musiqi məktəbinin xalq çalğı alətləri orkestri. Konsertmeister Rəhmə xanım Qiyasbəyli, bədii rəhbər və dirijor Nəsibə Cəfərova. Azərbaycan xalq rəqsi Brilyant.
Fikrət Əmirov, Kör ərəbi mahnısı, solist Yusif İbrahimli, müəllim Arif Qəmbərov. Birinin xüsusən də gənc və istedadlı bir xanımın uğurlarına sevinmək əlbəttə ki, təqdirə layiqdir. Amma bu uğurun və nailiyyətin ən yüksək səviyyədə ərsəyə gəlməsi üçün böyük təlaş içində olmaq və narahatçılıq keçirmək daha doğma hissi hesab edirəm ki, konsertin hazırlıq prosesindən etibarən hər birimizin sevimlisi Respublikanın xalq artisti Malik müəllimin
şirin təlaşı hər birimizin diqqətini çəkdi və mənə elə gəlir ki, mənim qədər onun fikirləri sizlər üçün də maraqlı olar. Alqışlarınızla səhnəyə dəvət edirik. Vahid Nəsirov. Çox təşəkkür edirəm. Mən Nəsibə xanımı lap çoxdan tanıyıram. Tarix üçün çox deyil, illər. Belə bizim köhnə binada olanda, biz yerləşəndə, orada Nəsibə xanım tələbə idi və tez-tez mənə mane olurdu. Necə mane olurdu? Gəlirdi, gah Aysunu götürürdü, qanun salonu aparırdı, gah Nurhanı götürürdü. Mən də başa düşmədim də xanımdır, xahiş edir, onu buraxırdı. O birində düşdüm, onun dalında görüm bu tələbələri hara aparır. Və gördüm orada bir 8-ci sinif var. Gördüm bunlar nəsə, bu orkestrol belə əsərlər, o belə əsərlər çalırlar. Məhdar qaldım. Yəni cavan bir xanım. Yəni bizim ilk tanışdığımız Nəsibə xanımla belə başladı. Sonralar ailəvi tanışdığımız oldu. İndi qızımla rəfiqətlərini, ata-anasını tanıyıram. Sumqayıtda doğulub böyümüşüm də, mən də oralıyam. Onu demək istəyirəm ki, Nəsibə xanımın sonraki deməli, biraz laborant işlədi bizdə. Azər müəllimin, Azər Zeynəlovun kafedrasında. Və sonra işdən çıxdı, bilmirəm da niyə çıxdı, yəqin özü çıxdı. Çıxdı, sonra sorağı gəldi mənə ki, bəs bu qız gedib binəyə, yəni müəllimlik imtihanı verib, gedib düşüb ora. Mən birinci özüm narahat oldum, təəccübləndim ki, bu yazıq uşaq bu Sumqayıtdan binəyə getməyə, gəlməyə var axı. Amma o arıq canı ilə getdi, gəldi, ötəsindən gəldi, bugünkü uğurlarına da baxıram, mən onun əmisi kimi, atası kimi çox sevinirəm. Mən xüsusi təşəkkür eləmək istəyirəm Ağabəyci müəllimə, belə gözəl Dürcör xanımı yetişdirdiyinə görə. Sonra Lalə xanıma çox təşəkkür edirəm, Kamilə xanıma bugünkü şəraitə görə. Bir də məktəbin müdiriyyətinə sağ olun, çox sağ olun. Yəni bu şəraiti o yaradır ki, bu uşaqlar salır. Bu uşaqlara da baxıram, özümün uşaqlığım yadıma. Çünki mən uşaq vaxtı ən çox sevdiyim şey orkestr ya ansambl. Sumqayıtın nə qədər bərk gedən ansambl, orkestr vardı, hamısında salırdım. Hətta oxuyurdum da hətta, onda səsim yaxşı. Mən Nəsibəyə öz balam kimi, öz balama nə arzu edirəm, çox arzu edirəm, Allah xoşbəxt eləsin. O da işi elədir ki, biz tərifə, mən bu tərif çox tərifləsəm deyərim ki, əmisi də onu görə tərifləyir, amma yox. Onun zəhmətini mən görürəm, çox böyük əziyyətdir balaca uşaqlarla, kiçik uşaqlarla. Bu dərəcədə o çoğun əziyyəti nə qədər olub özü bilir, bir də Allah bilir. Mən balama, Nəsibə balama xoşbəxtlik arzu edirəm. Bir də bu orkestr işində bu çox müqəddəs işdir. Uşaqların gələcəyi necə gözəl olacaq, onu bir Allah bilir və Nəsibənin bəlkə də xəbəri yoxdur ki, bu uşaqlara nə qədər kömək edir. Onu uğurlar arzu edirəm. Çox sağ olun, Malik müəllim. Və qeyd etmək istəyirəm ki, Nəsibə xanımı Sumqayıtdan binəyə aparan məsələ sənət eşqidir. Ali sənət arzusudur ki, bugünkü səhnədə iştirakını və bu ali səhnədə bu gənclərlə birlikdə bu uğurunu stimullaşdıran da həmin o ali eşqdir və indi də Bəhram Nəsibovun yaradıcılığından Qarabağ əsəri ilə qarşınızda olacaqlar. Solistlər Həsən Allahverdiyev, müəllim Hüseyin Məlikov və Yusif İbrahimli, müəllim Arif Qəmbərov. Alqışlarınızla.
Solist Nurlan Tağıyev, müəllim Gülnarə Həsənova. Və sonlara doğru icazənizlə Nəsibə xanımın bütün uğurlarında əvvəldən sona ustad və müəllim adının əhəmiyyətini bir daha bizə xatırladan, onun müəllimi Azərbaycan Respublikasının xalq artisti Professor Ağaverdi Paşayevi səhnəyə dəvət etmək istədik. Salam, hər vaxtınız əziz dostlar, əziz musiq sevərlər. Bugün biz bir bayram konsertindən yarışmışıq və mənə çox xoşdur ki, yetirməm, tələbəm artıq şəkər bir dirijor kimi bugün sizin qarşınıza çıxış edir və məndən qabaq Lalə xanım da çıxış edir, onun haqqında məktəbin direktoru Sabir mənim çıxış edir. Ancaq mən nəyə vurğulamaq istərdim? Bilirsiniz ki, kollektivlə işləmək çox çətindir və o halda ki, kollektiv uşaq olsun. Yəni, təsəvvür edin ki, artıq bu iki qat əziyyətdir. Uşaqlarla işləmək çox əziyyətlidir və bir var ki, müəllim bir tələbəyə dərs deyir. Bir də var ki, arasında 20 nəfər, 30 nəfər uşağı bir yerə yığmaq, onlarla eyni bir əsəri məşq etmək, hələnin özünün müxtəlif partiyaları. Bu çox əziyyətli və amma şərəfli işdir. Və Nəsibəyə Allah sağ olsun ki, Nəsibə birinci bir əziyyətli, şərəfli işi öz boynuna çəkib, artıq məktəbdə belə bir gözəl kollektiv yaradır. Əminəm ki, bu kollektivin ərsəyə gəlməsində məktəbin rəhbərliyi, başda Sabir müəllim olmaqla ona çox böyük dəstək oldular. Çünki bilirsiniz ki, uşaqlardır, buranın hər birinin müxtəlif yaş həddi var və bunlar hansısa hər biri başqa alətlə çalırlar. Görünür ki, məktəbin rəhbərliyi müəyyən bir saat tapıb ki, o məktəbdə bir neçə gün ərzində hər həftənin müəyyən günləri, müəyyən saatlar Nəsibə bu kollektivlə məşq edir və uğurlarını gördünüz ki, maşallah, bir çox xarici ölkələrdə səfərlər olub, hətta Azərbaycanın içərisində həm öz məktəbi daxilində, həm başqa məkanlarda konsert vermək zarafat deyil. Uşaqlarla bir konsert vermək, bir proqramı ərsəyə getirmək. Mən bir iki kəlmə Nəsibə haqqında danışmaq istedim ki, Nəsibə hələ tələbəlik illərindən sənətə, bu musiqi sənətinə çox gözəl fikir vermişdi və o tələbəlik illərində artıq bilinirdi ki, bu
gəncin gələcəyi var. Və əmindim ki, mən Nəsibə konservatoriya bitirəndən sonra o harada işləsə öz dərs xəttini yaradacaqdır və bugün də artıq şəxsən bir müəllim kimi, mənim üçün fəxrdir ki, yetirməm artıq bir kollektivə rəhbərlik edir və onun uğurlarını gördükcə bilirsiniz ki, hər müəllim üçün bundan böyük fərəh nə ola bilər? Tələbəsinin uğurlarını görmək və tələbəsinin ildən ilə xütləşmiş bir konsert proqramıyla çıxış etmək, bu çox ağır bir işdir. Mən Nəsibəyə əvvəla can sağlığı arzu edirəm. Çünki nə qədər gənc olsa da bu əziyyət, bu enerji, bu müəyyən saatların təri sizə zarafat gəlməsin. Bütün bunun bəhrisidir ki, bugün Nəsibə 24 saylı məktəbdə gözəl bir kollektiv yetişdirib, gözəl bir kollektiv əmələ gəlib və əminəm ki, hələ bu kollektivin uğurları daha çox olacaqdır. Lalə xanım bayaq çox gözəl bir söz dedi. Yəni, tələbə tədris illərində, tələbəlik illərində əgər öz imkanını göstərirsə, və biz müəllimlərin borcudur ki, həmin tələbəyə istiqamət verir. Və sağ olsun ki, Nəsibə də tələbəlik illərində artıq özünü doğrultmuşdur. Bugün də artıq bizimlə çiyin-çiyinə, şəxsən mən fəxr edirəm ki, artıq mənim yetirməm, mənimlə çiyin-çiyinə kollektiv rəhbərdir və gözəl bir proqramla bizi feyziyab edir. Nə arzulayım olarına? Əvvəla can sağlığı. Bax, atasıyla bərabər mən görüşdüm, ona təşəkkür edim ki, belə bir gözəl övlad böyütmüsünüz. Can sağlığı Nəsibəyə və bu çətin, ağır, məsuliyyətli işdə böyük uğurlar arzu edirəm və inşallah əminəm ki, sizli, bizli, onun hələ böyük uğurlarını biz bundan sonra çox görəcəyik. Var olun. Üzeyir Hacıbəyli, 1-ci fantaziya. Konsertmeyster Elxan Quliyev.
Hesab edirəm ki, bugün demək istədiyimiz bütün sözləri musiqinin qüdrəti ilə deməyə qadir olduq. Lakin sonda Nəsibə xanımın özünün fikirlərini eşitmək istərdik. İcazənizlə. Bu sevginin ən ali təcəssümüdür. Nə xoş. İlk önce hamınızı salamlayıram. Çok sağ olun ki gəlmisiniz. Burada konsert verməyə bizə kömək olan konservatoriya rəhbərliyinə, Kamrə xanıma, Lalə xanıma xüsusi təşəkkür edirəm. Ümumiyyətlə mənim yaradıcılığımda, mənim inkişaf eləməkdə onun çox böyük əməyi var. Sağ olsun. Bizə hamımıza dəstək olur, gəzlərə var olsun. Məktəbimizin direktoru Sabir Rızayevə təşəkkür edirəm. Ümumiyyətlə, hamınıza təşəkkür edirəm. Çox sağ olun hər şey üçün. Müəllimlərimə, Ağverdi müəllimə, Maliş müəllimə, digər müəllimlərimə xüsusi təşəkkür edirəm. Müəllimlərimin sayəsində, yəni, hər şey onların sayəsindədir. Heyecanlı biraz, çox sağ olun. Sonda sizdən bir söz almaq istərdik ki, biz Cənginin sədaları altında yenidən sizinlə ali səhnələrdə görüşəcəyik, inşallah. Xoş günlərdə görüşmək üzrə, sağ olun, gəldiyiniz üçün hepinizə minnətdarım. Zeynəb xanımlara təşəkkür edirəm. Ben sizi tebrik ederim. Bununla da tədbirimiz sona çatdı. Görüşmək üzrə, sağ olun.